Salam dəyərli şagirdlər, hər birinizin hər vaxtı xeyir olsun. Mən FES Akademinin ingilis dili müəllimi Aysel Çələbi. Bugün sizlərlə deməli 9-cu sinif üçün buraxılış imtahanı tipli sualların izahına baxacağıq. Qeyd edim ki, bu suallar köhnə illərin buraxılış imtahanlarında istifadə olunmuş suallardır. Və başlayaq ilk sualımızla. Birinci sualımız quantifiers'a aid olan bir sualdır. Bilirik ki, quantifiers'lərdən very, so, to özündən sonra artiklesız kəmiyyət bildirilən sözləri istifadə edir. Məsələn, muchdır, little'dır, few'dur, many'dir. Bunları istifadə edə bilərik. O yüzden mən nə edəcəm? O yüzden 3'ü və 4'ü çıxacağam. Çünki niyə? Burada verildən sonra article gəlir. Mən isə götürə bilmərəm. Amma very few friends tamamilə doğrudur. İlk olaraq birinci hissəsinə diqqət edirsiniz. Görək düzdürmü, səhvdürmü? Yəni kəmiyyət bildirən sözün orada gəlməsi düzdürmü? Sonra isə gələn ismə diqqət edirsiniz. Çünki bəzən elə ola bilər ki, 3 variantınız doğru olar. Məsələn, burada 4 variantdır, 2 variant qalır sizə. Amma bəzən ola bilər ki, 3 variantınız doğru olur. O zaman isimlə də işləməyiniz tələb olunacaq. Yəni 2 etaplı bir test həllidir. O yüzden birinci baxırsınız ki, very'dən sonra gələn kəmiyyət bildirən sözmü doğru gəlibmi? Sonra isə həmin o kəmiyyət bildirən sözə uyğun gələn ismə baxacağıq. Burada da few'dan sonra cəm isim gəlməyə doğrudur. Little'dan sonra isə sayılmayan patient sözün gəlməyə tamamilə doğrudur. O yüzden cavabımız olacaq 1-2 A variantı. Diqqət edirik, bizdən düzgün variant istəyir. Səhv variant istəsəydi 3-4'ü götürmüş olacaqdınız. Davam eləyək. Deməli, ikinci sualımızla. İkinci sualımız zaman uzlaşmasıdır. Bildiyiniz kimi imtahanlarımızda da zaman uzlaşmaları sizə rahat düşmüşdü. Yəni heç bir çətinlik yox idi. Həm 2 mart, həm 9 mart, həm də 6 aprel imtahanlarında sırf zaman zərfinə görə olan deməli zaman aid test düşmüşdü. Mən isə burada sizə zaman bağlayıcısından saldım ki, 1-dən 9'ların imtahanına zaman bağlayıcısına aid düşər. Amma ki, yəni çox da narahat olmayın. 2 mart, 9 mart, 6 aprel imtahanları üçünü nəzərə alsaq, hər üçündə ən rahat düşən fən ingilisliyidir. Və bu 9'ların imtahanında da elə olacaq. Yəni çalışın ki, maksimum reading və qrammatikanın hamısını düz yazın. Listening oradakı şəraitin asılı olaraq dəyişəcək və şəkil təsvirlərinizdə də mütləq həm qrammatik cəhətdən düzgünlüyünü, həm də hərf səhvlərini etməməyə diqqət edin. Baxırıq indi ikinci sualımıza. I lost my camera while we outside. It was stolen from our hotel room. Baxırsınız ki, cümlədə while var. Biz bilirik ki, while olanda mən indiki sadəni indiki sadən uzlaşdıra bilərəm. Keçmiş sadənin keçmiş davam edici zamanı və yaxud da keçmiş davam edici keçmiş davam edicini uzlaşdıra bilərəm. Düzdürmü? Elə burada mənə keçmiş sadə olması deyil ki, burada mən nə qoymalıyam? Keçmiş davam edici qoymalıyam. O yüzden də götürəcəm nəyi? C variantı, were playing. Zaman uzlaşmalarında ən yaxşısı nə edirsiniz? Ya uzlaşmayan zamanlara çıxırsınız, ya da ki, daha rahat versiyonu nədir? Bir dəfə oturursunuz, zaman uzlaşmalarını öyrənirsiniz qəşəng bir şəkildə, sonra isə hər birinə aid bir cümlə qurursunuz. Ola bilər ki, eyni zaman bağlayıcısı olan cümləni müxtəlif zamanları bağlayarkən istifadə edə bilərsiniz. Axırı ki, mən məsələn tövsiyə eləyərdim ki, bəzən elə olur ki, cümlədə məsələn siz uzlaşmayan zamanlara çıxırsınız, amma keçmiş zamanla uzlaşan həm keçmiş sadə zaman var, həm keçmiş davam edici zaman var. Bu zaman siz artıq mütləq bilməlisiniz ki, bu bağlayıcı bağlayırmı, yoxsa bağlamırmı? Ona görə də ən yaxşısı odur ki, zaman bağlayıcılarını, zamanları bağlayan bağlayıcıları hansı zamanları bağladığını mütləq öyrənəsiniz. O qədər də çətin deyil. Əsas hansılar düşür, əvvəlki videolarda da qeyd eləmişəm. Onlara da baxaraq faydalana bilərsiniz. Bundan əlavə olaraq isə yenidən qeyd edirəm. Əsasən if-in, uzlaşmaları mütləq öyrənin, when-in, while-in, by the time-in, after-in, before-in. Bunları öyrənsəz digərlərinə heç o qədər də ehtiyac yoxdur. Yəni, buradakı testimizə cavabımız olacaq C variantı. Növbəti üçüncü testimizə baxırıq. Üçüncü testimiz bağlayıcı ilə bağlıdır və sırf bunlar əvvəlki illərdə olduğu kimidir. Həm əvvəlki illərdə bağlayıcılarımız bəzən qrammatik qaydasına görə düşürdü, bəzən tərcüməsinə görə düşürdü. Amma bu illərin həm 3 imtahanımıza normal şəkildə düşdü. Yəni, əsasən nəzərə alsaq qrammatika suallarını, qrammatika sualı rahat idi. Əsas listeningdə problem olub. Məsələn, bəzi şagirdlər eşidə bilməyib müəyyən şəraitdən dolayı. Readingdə isə rahat idi yenə də. Normal olaraq sinonimləri, antonimləri söz bazasına gücləndirilmiş şagird yaza bilərdi. Yəni, düzünü desək. Amma ki, təbii ki, listeningdə şəraitin asılı olaraq dəyişir. Şərait əgər sizə verilən otaqda yaxşı olubsa, o zaman yaza biləcəydiniz. Olmayıbsa artıq bu, yəni sizin günahınız deyil. Yazdığınızı yazmısınız. İndi keçin bloka hazırlaşın. Bu suallar isə sırf 9'lar içində onları daha motivasiya eləmək və daha kömək etmək məqsədi ilədir.
Baxırıq üçüncü sualımıza. Üçüncü sualımızda bizdən düzgün variant istəyir və deməli yenə bağlayıcıya aid olan bir testdir. It's already December, it's still warm. Deməli baxırıq bu testdə nəyə? Bu testdə sırf nə ilə eləyəcəksiniz? Tərcümə ilə. Tərcümə eləsəz daha rahat cavaba yəni yaxınlaşmış olacaqsınız. Baxırsınız ki, burada dekabrdan söhbət gedir və mülayim havadan söhbət gedir. Dekabr bilirik ki, qış ayıdır. Normalda soyuq olar hava. Burada əgər birinə mülayim, birinə dekabrdan danışır, deməli nə var? Ziddiyyət var. Ziddiyyətləri biz nə ilə bağlayırıq bir-birinə? Batla bağlayırıq. Elə götürəcəm nəyə? C variantı. Deyirsən ki, artıq dekabrdır, amma hava hələ də nədir? Mülayimdir, istidir. Götürəcək deməli bu variantımıza. Sonra başlayırıq dördüncü sualımıza. Dördüncü sualımızın mürəkkəb isimlərin cərgəsini seçindir. Bildiyiniz kimi imtahanlarımıza cəm isim düşdü, tək isim düşdü, yəlik hal və qaldı mürəkkəb isimlər. Yəqin ki, ya sizə mürəkkəb isimlər düşəcək, ya da yəlik hal düşəcək. Çox güman yəlik hal olacaq, amma yenə də mürəkkəb isimlərə aid bir testimizə də baxmalıyıq. Baxırıq ki, deməli, A variantında servant düzəltmə, good, sadə. C variantı childhood, happiness hər ikisi nədir? Düzəltmədir. Birində hood, birində nes şəkilsi var. D variantında three pence mürəkkəb, happiness düzəltmə. Y variantında deməli lemonade, limonad. Bulvark isə bilimiz elə bulvar, bunlar isə mürəkkəb sözlər deyil. Eyni ilə Y variantına çıxırıq, qalır bizə B variantı. School girl, school və girl sözlərindən təşkil olunub, məktəbli qız. Blackboard isə bildiyimiz lövhə. Yəni black qara, board lövhə sözlərindən təşkil olunub və sizin təbaşi ilə yazdığınız lövhəyə deyilir. Cavabımız olacaq B variantı. Baxırıq dördüncü suala. Beşinci sual daha doğrusu. Beşinci sual. Baxın, həmişə düzgün variantı seçin deyirsə sizə və baxırsınız ki, ilk baxışdan heç nəyi buradan tapmaq mümkün deyil də. Məsələn, ola bilər ki, zaman uzlaşması olsun və yaxud hər hansısa bir başqa bir qayda olsun, yadınıza düşmür. Birinci o mübtəda xəbər uzlaşması. Çünki düzgün variant deyirsə, çox vaxt mübtəda xəbər uzlaşması olur. Normalda məsələn, yərik hal istəyəndə yərik hal yazır, nə bilim, feilin formasını istəyəndə feilin formasını yazır, zaman uzlaşmanı deyəndə tense form yazır, conjunction yazır. Amma və yaxud da siz variantlara baxa bilirsiniz ki, oradan sizdən conjunction istəyir, düzdürmü? Amma ki, mübtəda xəbər uzlaşmasında sizə subject verb agreement yazmır və subject predicate agreement yazmır. Həmişə deyir ki, düzgün variant seçin. Dim toplarını düzdür yazacaq, amma ki, imtahanlarınızda yazmır. O yüzden siz ilk baxanda anlamalısınız ki, orada sizdən nə istəyir. Birinci, ikinci testlərə baxsınız, əslində aydın olacaq ki, məsələn, baxıram ki, shorts cəmdədir, are cəmdədir, düzdür. Görüm ki, yəni, oldan sonra bilir ki, sayılmayan gəlirsə xəbər təkdir, cəm gəlirsə xəbər cəmdə olur. Programs cəmdirsə, was yox, were olardı. 2 səhvdir. 3-ə baxıram, knives cəmdədirsə, are da cəmdədir, düzdür. Sonra shorts cəmdir, qabağında dis gəlməyə də səhvdir, is gəlməyə də səhvdir. Bunu da səhv götürəcək. Burada diqqətli olursunuz. Bəzən ola bilər ki, dis shorts yazıb, are yazsın, amma shorts mən bilirəm ki, cəm isimdir də. Deməli, nə gəlməlidir? Dis gəlməlidir, deus gəlməlidir. Yəni, cəmə aid olan hər hansısa bir söz gəlməlidir. O yüzden bunu da çıxırıq, qalır bizə 1 ilə 3, yəni D variantı. Bunu götürmüş olacaq. Sonra, davam eləyək 6-cı sualı. Məhsula çevirmək tələb olunur. Cümləmizi məhsula çevirin dedikdə biz nəyə diqqət eləməliyik? Baxırıq. Ümumiyyətcə, birinci, hər zaman. Məhsula çevirin deyəndə mübtədaları eyni olanlar çıxmalısınız. Mübtədaları eyni olan burada hansı variantlarımız var? Məsələn, baxırıq ki, Helen'dir mübtədamız. C-də Helen yazıb səhvdir. Sonra qalan hamısını zaten sizin tamamlıqlarınızı eyni şəkildə qoyacaqlar. Yəni, daha bir də tamamlığı axtarıb orada gətirib qoymanıza heç ehtiyac yoxdur. Əsas birinci mübtədanı çıxdınızmı eyni olanlar. Sonra nə edirsiniz? Sonra zamanını tapırsınız. Feilin zamanı nədir? Baxıram ki, was indiki sadi zaman, düzdürmü? Deməli, mən nə etməliyim? To be-nin indiki sadi zamanı olan am, is, are-dan istifadə etməliyim, düzdürmü? Diş hissəcəmdə təbii ki, are qoyacağım və üstünə nə gətirəcəm? Feilin üçüncü formasını gətirəcəm. Bəzən uşaqlar are, been görəndə onu götürürlər ki, are var. Hə, cavabım düzdür, yox. Am, is, are, was, were-dən sonra been gəlmir. Been bitmiş zamandır. Yəni, qabağında have tələb edir. Ona görə götürmək olmaz. Baxırıq ki, burada are, was da elə B variantımızdadır. Bunu götürmüş, neyəcəyik? Olacaq. Keçək növbəti sualımıza. Deməli. 7-ci sual. 7-ci sualda bizdən düz variantı istəyir. Baxırsınız ki, yazıb müxtəlif feillərin formaları var və əvəzliklər var. Yadınıza salırsınız nə? Kompleks object qaydasına. Bilirik ki, told nədir? Üçüncü qrup feildir. Üçüncü qrup feillərindən sonra
mənim feil obyekt, feil düsturum necə olmalıdır? Bu ikinci feilim gəlməlidir to-lu. Qabağında mütləq to olmalıdır. Baxıram ki, 4-də to yoxdur, avtomatik 4-ü atıram. Sonra mən bilirəm ki, yəni lap bunu kompleks obyekti bilməlisiniz. Acizi əvəzliyi öyrənmisinizsə, bilirsiniz ki, şəxs əvəzinin adlıq halı feildən sonra yox. Feildən sonra gəlmir. Özündən sonra feil tələb edir. Niyə? Çünki onlar kimdən suallarına cavab verirlər və cümlədə mübtəda olurlar. Özlərindən sonra feil gətirirlər. Slotun qaydasına görə özlərindən sonra feil gətirirlər. Düzdürmü? Deməli, mən heç vaxt iki feilin ortasında tamamlıq funksiyasında gətirib nə qoya bilmərəm? Şəxs əvəzinin adlıq halını qoya bilmərəm. Avtomatik nə edəcəm? 2-ni də çıxacam. Görüm ki, birdə zem yazıb, not to drink olar. Bilirsiniz ki, bunların da biz inkarını do not, nə bilim does not, haven't vermirik də, ancaq not gətirib qoyuruq. Not inkar hissəsini gətirib, not to drink, not to come, baxı formalarda olmalıdır. O yüzden 1 düzdür. 3-də də baxırsınız, isim verib, yenə not to use yazıb düzdür. Deməli, mənim cavabım olacaq 1 ilə 3, yəni A variantı. Baxaq. Dəqiqə. 8. Seçilmədi bu. Baxırıq 8-ci sualımıza. Deməli, 8-də bizdən düzgün əvəzliklər istəyir, düzdürmü? Mən bilirəm ki, burada nə var? İsim var. Elə the people, isimdir. Mən bilirəm ki, törəmə əvəzliklərindən sonra birbaşa isim gəlmir axı. Avtomatik A-na yeni atıram. İçdən, everydən sonra nə etməliyəm? Mən sayılan tək isim gətirməliyəm. Amma burada nədir? Cəm isimdir. Bu 1. İkincisi də ki, bunlardan sonra birbaşa artikel də gəlmir. Ona görə səhvdir. Qalır mənə S ilə Y variantı, düzdürmü? Every'ni də mən tək işlədə bilmərəm. Yəni, yadınızda qalsın ki, no ilə every əvəzlikləri tək işlənmir. Özlərindən sonra mütləq isim gəlməlidir. Burada da mən every'ni tək yaza bilmərəm. Götürəcəm nəyə? S variantını. All the people, deməli, you invited have come. Yəni, burada həm də nəyə fikir verməlisiniz? Burada, məsələn, biz deyirik ki, nisbi əvəzliklər keçmişdə, düzdürmü? Who, which, that. Deyirik ki, əgər mən təyin eləmək, məsələn, hər hansı bir ismi təyin eləmək istəyirəm, ona elə bir ki, sifət funksiyasına bir cümlə gətirmək istəyirəm. Bunu biz həmişə nə edirik? Nisbi əvəzlə deyirik. Məsələn, mənim dəvət elədiyim insanlar, bax, buradakı kimi, mənim və yaxud da sizin dəvət elədiyiniz insanlar gəlmişdilər, düzdürmü? Gəliblər. Nə eləmişəm? Burada elə bir ki, who-la olan bir dənə cümlə idi. Whom, bir dəqiqə, whom you invited idi. Whom you invited idi. Mən nə eləmişəm? Bu whom-u ixtisara salmışam. You invite-i gətirib qoymuşam. Yəni, orası sizə çaşdırmasın. Mən nə eləməliyim? Mən baxmalıyam ki, burada sənin dəvət edən insanlardan söhbət gedir. Orada evini birinci isimsiz işləməyib deyə qoya bilmərəm. İkincisi də ən yaxşı qaydası, yəni siz hər dəvət oluna deyə bilmərsiniz. Axı, orada mənə deyilməyib axı ki, mən orada hər bir kəsdən mi danışmışam? Əvvəlki cümlədə isim haqqında heç məlumat yoxdur. Düşünə bilərsiniz ki, evri orada insanlara aiddir. Yox. Mən deyirəm ki, sənin dəvət etdiyin insanlar, yəni burada bir dənə əlaqəni başa düşmək lazımdır ki, everydən sonra isim gəlmir. İsim gəlməlidir. Burada isim gəlmir, götürməyəcəm. Buna görə D variantı da nədir? Səhvdir. Birdən yəni deyə bilərsiniz ki, every niyə götürmədik orada? Sırf buna görə everydən sonra mütləq isim gəlməlidir. D-nin də çıxır, qalır bizə C variantı. All the people you invited have come. Daha sonra nisbi əvəzliklə izah elədik ki, normalda biz əgər təyin etdiyimiz isimdən sonra mübtəda xəbər gəlirsə, artıq orada nisbi əvəzliyə ata bilərik. Məsələn, bu which-də də belədir, Z-də də belədir, whom-da da belədir. Yəni, ata bilərsiniz, problem deyil. Oldu? Yəni, bunu məsələn, əgər esselərinizə istifadə edə bilirsinizsə, yadınızda saxlayın. Gedək 9-cu sualımıza. Bu da qəşəng sualdır. Variantların hamısı belirlikdən görünsün. Deməli, baxırıq cümlə qurma qaydasıdır, düzdürmü? Mən həmişə sizə nə demişəm? Həmişə demişəm ki, birinci, baxırsınız mübtədanıza, xəbərinizə. Mən mübtədanı want qoysam, daha doğrusu xəbərimi want qoysam, baxıram ki, burada Mr. Johnson olmayacaq. Çünki nə olardı? Wants olar. Deməli, want mənim Mr. Johnson mübtəda deyil. Çünki mən burada want gətirsəm, Mr. Johnson'la uzlaşmayacaq. O cümlədən are going də gətirsəm, yenə Mr. Johnson'la uzlaşmayacaq. Çünki Mr. Johnson təkidədir və bunlar hamısı indiki ayrı zamanda və yaxud da indiki daimi zamandadır. Neyləməli? Təkdə işləməlidir. Ya wants olmalıdır, ya da is going olmalıydı. Ona görə 2 ilə başlayan B-ni, C-ni atdım.
Sonra baxıram ki, mən bu cümlə sual cümləsi deyil axı. Mən niyə whatla başlayım o cümlənin? Sual işarəsi var burada. Görürsüz, are going-i bir yerdə gətirir və yaxud do, does, did, heç nə yoxdur. To do yazı var. To do nədir? Məstərdir. Mən onu nə edirəm? Sualda do, does, did şəklində istifadə edirəm. Düzdürmü? To do şəklini görmüsünüz? What to do məsələn deyim. Demirəm axı. Deyirəm ki, what məsələn do, tam what do you do? Bax bu formada demirəm. Do-nu gətirib qoymur, to do-nu gətirib qoymuram axı. Ona görə bu sual cümləsi deyil deyə birlə də başlaya bilməz. Qalır mənə A-na D variantı. İndi baxmalıyıq nəyə? Baxırsınız ki, bax 5, 8, 2, 7 isə hər ikisində eyni gəlir. Deməli bundan sonrası da əsas məsələ. Mən bilirəm ki, deyirəm ki, we want Mr. Johnson to know, yəni biz Mr. Johnson'ı bilməsini istəyirik. Nəyi bilməsini? What they are going to do olmalıdır. Birinci 1 gəlməlidir, sonra 3 gəlməlidir, sonra 6 gəlməlidir, sonra 4 gəlməlidir. What they are going to do. Bax bu formada olmalıdır. Amma D variantında what are going Z yazıblar. Səhvdir. Mübtəda xəbəri yenə olduğu kimi gəlmədi. Complete sentence qaydasını bilirik ki, biz cümlələr bir-birinə bağlıdır. Bağlayıcı mübtəda xəbər düsturundan istifadə etməliyik. Orada nə edə bilmərik? Ya köməkçi fe'li əvvələ keçirə bilmərik, ya sualın inkarı üzrə modal fe'lləri əvvələ keçirə bilmərik. Mütləq bağlayıcı mübtəda xəbər düsturundan getməlidir. Və yaxud da bağlayıcı xəbər düsturu. Məsələn, əgər who, what olarsa bağlayıcınız, onlar mübtəda vəzifəsində olduqlarına görə özlərindən sonra xəbər gətirə bilərlər. Deməli, burada da cavabımız oldu A variantı. Sonra baxırıq 10-cu sual. 10-cu sualımıza qəşəng deməli suallardan biridir. Hansı ki nəyə aiddir? Sual əvəzliklərini. Ən rahatı nədir? Heç tərcümə ehtiyac yoxdur. Cümlənin axırına nə görəm mən? Söz önü ilə. Ət nədir? Söz önüdür. Cümlənin axırına söz önü olanda mən burada ya who qoya bilərəm, ya da what qoya bilərəm. Əgər from olsaydı, from və-yə də qoya bilərdiniz. Amma ət var, ona görə sadəcə who, what qoya bilərik. 1, 3, Y variantı. Deyirəm, o kimə təəccübləndi? O nəyə təəccüblənmişdi? Bax, bu formalarda nə edirəm? Deyirəm. Sonra gedirik, baxırıq 11-ci suala. Deməli, bizdən düzgün nida cümləsini istəyir, düzdürmü? Baxırıq, what-la how-la olan nida cümlələrdir. Elə hamısına what-da, ona görə what-la olanla gedək. Biz baxırıq ki, birincisi. What-la olan nida cümləsinin düsturu nədir? What gəlməlidir. Sonra əgər ismim sailən təkcə en olmalıdır. Sonra sifət gəlməlidir. Sonra isim gəlməlidir. Sonra pronoun gəlməlidir. Sonra nə gəlməlidir? Xəbər gəlməlidir. İndi baxırıq ki, bu düstura hansı aid deyil. Baxırsınız ki, what an intelligent you are. Birincisi mən heç vaxt neynəmirəm. Bu əni yazmışamsa burada bir isim olmalıdır. Yoxda deməli ikini çıxacaq. Sonra baxırsınız ki, deməli what a wonderful sight it is olmalıdır. Görürsünüz, what-u var, article var, sifəti var, ismi var, amma nəyə yoxdur? Pronounu yoxdur. Deməli 4 də səhvdir. Baxırıq 1-ə. What var, article var, sifət var, isim var, pronoun var, xəbər var, 1 düzdür. Baxırsınız 3-ə. What var, article var, sifət var, isim var, pronoun, xəbər var, 3 də düzdür. What var, article var, sifət var, isim var, yenə it var, is var, bu da düzdür. Deməli cavabım nə olacaq? 1, 3, 5, A variantı olmuş olacaq. Sonra 12-də deyir ki, hansı digər feillərlə getmir? Yəni, birin mənası fərqlidir. Baxırsınız ki, learn, teach, write, study. Bunlar hamısı təhsilə aid sözlərdir. Öyrənmək, öyrətmək, yazmaq, təhsil almaq, oxumaq bu mənalar gedir. Amma sleep nədir? Yatmaqdır. Bu bizə aid deyil. Deməli, gedirik, baxırıq 13-cü suala. 13-də artikla aiddir, deməli. Baxırıq 13-də, deməli. I have read extraordinary novel with happy end. Ən rahat yolu nədir bunu tapmağın? Extraordinary-də baxırsınız ki, saitlə başlayır. Mən burada article qoymaram. Çıxdınız, getdim. Sonra baxırsınız, novel nədir? Novel sailən tək isimdir. Mən bunu boş çoxluqla işlətmərəm, A variantı getdi. Yenə baxıram, happy sözünə inir, samitlə başlayır, ən article qabağında işlənməz, götürəcəm D variantı. Köhnə illərin qəbullarına düşmüş, buraxışlarına düşmüş suallardan bilirsiniz. Yəni ki, əvvəllər verilmirdi test kitabçaları. Ona görə kimin yadında nə qalırsa onu yazırdı. Amma indi artıq rahat da verilir.
Həm biz müəllimlər, həm də siz şagirdlərə rahatdır. Baxırıq indi 14-cü suala. Deməli, aiddir bu nəyə? Sifətin dərəcələrinə. Cümlədə baxıram ki, zən var. Zən varsa nə qoymalı? Müqayisə dərəcəsi qoymalı. A səhv üstünlükdür. B, D adi dərəcədir. Y də yenə səhv üstünlükdür. Üstünlükdürsə bunun qabağında Z yazılmalıdır. Z yazılmalıdır. Amma yenə də mənə müqayisə lazımdır. Götürəcəm C-ni. Bilirsiniz ki, bad sözü worse olur müqayisədə, üstünlükdə the worst olur. Sonra 15. Modal feillərə aiddir. Modal feilləri bir neçə üsulla tapmaq variantları olur. Məsələn, bəzilərində olur qrammatik cəhətdən tapırsınız, bəzilərində olur 1-ə, 2-nin 1-ə, 3-ün 1-ə nisbəti ilə tapırsınız, təsdiq inkar söhbətini. Bəzilərində isə 1-in 1-ə nisbəti qalırsa, mütləq nə edirsiniz? Tərcüməyə gedirsiniz. Baxırıq indi burada nəyə? I'd like to change my job, but I find anything better. Baxırsınız ki, cümlədə anything var, inkardır. Avtomatik B-ni A-na atırsınız. Out'un T'su yoxdur, səhvdir. Qalır mənə D ilə Y variantı. Deyirsiniz ki, mən işimi dəyişdirmək istəyərdim. Ancaq neyniyə bilmirəm? Daha yaxşını tapa bilmirəm. Götürəcəm nə? Can't. Sonra, deməli, baxaq 16-ya. Və bu da sonuncu sualımızdır. Preposition aid sualdır. Preposition əslində din toplusunun testlərində çətin verilir, uşaqları qorxudur. Amma imtahanlarda heç vaxt, yəni oradakı bəzi var ki, testlər lazım deyil. Onlardan düşmür. Həmişə ən çox istifadə olunan depend on, rely on, complain about, worry about, nə bilim, to be interested in, agree with, bax bunlardan və come from, return to, from-la işlənməsi bunlardan düşür. To be good at, to be bad at, bunlar. Yəni siz ən çox istifadə olunanları öyrənsəz sizin üçün yetərli olacaq. Burada da baxıram ki, məsələn deyirsə, where are you come from? Hardan gəlirsən? Daha doğrusu where do you come from? Hardan gəlirsən? Nə edirəm? Come'un yanında from verirəm, haradan mənasında, gəlmək mənasında. Burada mən come zaten ətlə işlədə bilmərəm, of-la işlədə bilmərəm. Of nədir? Ya bəzi feillərlə işlədir, ya da ki, yəlik halı yaradır. Bunu da götürə bilmərik, vizi götürə bilmərik. Come with olar. Məsələn, come with me, mənimlə gəl, ilə, lalə mənasında olar. Amma mən deyirəm ki, o Şotlandiyanın neyini? Cənubundan gəlir, dandən lazımdır. Avtomatik götürəcəm from-u. Bitmində iki şeyin arasında deməkdir. Sizə iki dənə məsələn şeydən ən yaxşısı deyilə bilər, daha yaxşı deyilə bilər və yaxud da aramızda bölüşdük mənasında ola bilər. İki dənə şeydən danışırsa, daha çox şeydən danışırsa among olmalıdır mütləq. Ona görə biz bitfin olanda müqayisə dərəcəsi, among olanda üstünlük dərəcəsi istifadə etmiş oluruq. Belə, bu qədər. Ümid edirəm ki, bunlar sizə faydalı oldu, ən azı təkrar oldu. Son vaxtlar imtahanınıza son qalmış müddətdə çalışın ki, harda, məsələn, ümumi sınaqlarda harda səhvlər eləyirsinizsə, sırf onların testlərini daha çox işləyəsiniz, o cümlədən qaydasına da bir təkrar nəzər salarsınız, amma ümumiyyətcə daha çox ümumi sınaqlar, listening, reading və qrammatikası olan 9-cu sinif isə təbii ki, şəkil təsviri olan ümumi sınaqlara çox önəm verin. Ümumi sınaqlar əlinizdə yoxdursa, din toplusundan istifadə edə bilərsiniz. Orada da şəkil təsvirləri də vardır. Həm də ümumi sınaqlardan da son dövrlərdə olan, məsələn, düşmüş imtahan testlərindən tanış ola bilərsiniz və yaxud da məsələn, bir mövzudan çətinliyiniz varsa, ilk 10 dənə, ortadakı 10 dənə və son 10 dənəyə baxa bilərsiniz. Bu qədər. Ümid edirəm ki, videomuz sizə faydalı oldu. Bəyənməyi, yazmağı unutmayın. Növbəti videolarda görüşəndə özünüzə yaxşı baxın.